Bu şiirim de yaxşı dost olan insanlar hakkındadır. Deyir, ey dostu olan insanlar, dosta sadık olanlar, qardaş qədər sevənlər, hətta dosta qan verir. Dost çörəyin dost yer, qəlbi təmiz olarsa, namərdə sirlin verməz, dostluğunda qalarsan. Dostluğun təməlidir onun öz gözəlliyi. Dostluq etmək çətindir, həm doğma bir mətindir. Qərib yerdə olsan da, hətta yaşad olsan da, saralsan da, solsan da, dostluq elə dostluqdur. Dostluq elə dostluqdur.